Ramiz bəy, xoş gördük. Necəsiz? Teşekkür ederim Güneş Hanım. Sizi görmeye çok şadam. Yine artık sizin stüdyonuzda sizinle görüşmeye çok memnunum. Biz də şad olduq. Sizlə ilk görüşümüzdə Amerikada prezident seçkiləri keçirilirdi. İndi isə Amerikada artıq Donald Trump hakimiyyətə gəlib və onun hakimiyyətə gəlməyindən artıq 100 günə yaxın bir müddət keçir. Bizə maraqlıdır, bu 100 gün ərzində dünyada hansı proseslər baş verdi? İlk ən vacib sual odur ki, Trump niyə görə hakimiyyətə gəlib? İkinci dəfə belə. Çünki biz bunu analiz edəndə ondan sonra artıq o biri cərəyan edən hadisələrə daha düzgün qiymət verə bilərik. Çünki bu bizə köməkli göstərə bilər. Çünki 2016-cı ildə Trump hakimiyyətə gələndə çoxları bunu belə Amerikanın bir demokratiyası kimi qəbul ediblər. Yəni ki, Amerikada qara dərili prezident ola bilər, Barack Obama. Ondan sonra Amerika dedilər ki, qadın prezidentinə də hazırdır. Ya Hillary Clinton gəlməli idi, az qala gəlib çıxa bilərdi, amma Trump onun qabağını aldı. Trump özü də biznesmen adamdır. Yəni ki, sistemin adamı deyildi. Siyasi sistemdən uzaq bir insan idi və ona görə bir biznesmen kimi onu qəbul ediblər. Və o zaman onun vəd etdiyi sözlərə belə necə ki, bu günləri diqqətlə yanaşırlar, o vaxt yanaşma belə deyildi. Və Trump özü də o vaxt elə axıra qədər dərk etmirdi. Amerika sistemi nə deməkdir və Amerikanın o deep state deyilən anlayışı nə qədər gücə malikdir və ona görə uduzdu. Amma o onun üçün bir dərs oldu. Və indi artıq Trump'ın o psixotipajı bu günlər hamı görür. Çünki həm qısasçı kimi yanaşdı bu Biden hakimiyyətinə və ona o zaman imkan vermədiyi qüvvələrə qarşı və bu günləri açıq-aşkar bu görünür. Birinci müharibədən sonra çox qütblü dünya əmələ gəlib, ikinci dünya müharibəsindən sonra iki qütblü. SSR ilə ABŞ. SSR dağıldı deyə ABŞ tək qaldı və tək qaldı və əsas siyasi səhvi o zaman eləyiblər. 91-ci SSR dağılandan sonra bunu da o vaxtı Amerikan rəhbərliyi elədi, qərbdə olan siyasi qüvvələr elədi və o vaxtı dünya nizamı formalaşmayıb deyə və ona görə biz bu günləri gəlib çıxmışıq bu vəziyyətə. Yəni ki, it yəsini tanımır, loru dildə desək və heç bir nizam-intizam dünyada yox. Beynəlxalq deyilən qanun artıq işləmir. Hərçən ki, bu beynəlxalq qanun, yəni ki, biz deyirik ərazi bütövlüyü, suverenliyi, bu heç vaxt da işləmirdi. Çünki ələxüsus o 5 dənə ölkə üçün, hansı ki 45-dən 91-ə qədər Birləşmiş Millətlərin daimi şuranın üzvləri idi. ABŞ-la Sovet İttifaqı onların biri. Çin də, Böyük Britaniya, bir də Fransa. Onlar özləri bu qanundan üstün tutublar. Aşağıda olan ölkələr hamısını əlbəttə ki yığışdırmışdılar bir-birini və istər-istəməz kimsə düz yola getmirsə onu bir cəzalandırırdılar. Hərçən ki biri istər Moskvaya bağlı idi, biri Vaşinqtona bağlı idi. Belə bir dünya nizamı var idi. Pis yaxşı fəaliyyətdə idi. Artıq heç belə dünya nizamı da yoxdur. Və bu günlər nə Birləşmiş Millətlər Təşkilatı fəaliyyət göstərə bilir, nə başqa bir qurumlar. Və belə bir 35 il davam edirdi və bu gəlib çıxdı Rus-Ukrayna savaşına. Və Rus-Ukrayna savaşında sadəcə Ukrayna xalqı dirənməsəydi, ola bilər hələ ki də davam edəcəkdi. Amma indi məcbur olublar nəsə bir hərəkətə gəlsinlər, bir hərəkət etsinlər, bunun qabağını alsınlar. Və bunlar hamısı üst-üstə düşərək Trump kimi siyasətçiləri önə çəkdi və Trump gəldi hakimiyyətə. Sizin sualınız, 100 gün ərzində o nə elədi? Əvvəla o 100 gün ərzində hələ ki show biznesini davam eləyir. Çünki o show biznesdən hakimiyyətə gəlib və show biznes bir adamı kimi o bu show biznesin qanun qaydaları çox yaxşı bilir. Və gördüyünüz kimi vəzifəyə gəldi, çıxdı. Ola bilər bəzinin kimisə xoşuna gəlir o deyən sözlər, ola bilər xoşuna gəlmir. Amma ki nəticə etibarilə o hakimiyyətdədir. O gəldi, çıxdı vəzifəyə. Deməli o ola bilər, bu da mənim də xoşuma gəlmir bəzi şeylər, hansı ki o deyir. Amma o deməkdir ki, o məndən də yaxşı bu Amerika xalqının mühitini tutur, bilir. Deməli ki, o sözləri deməli idi ki, hakimiyyətə gəlməlidir. Hətta o Biden'la, Kamala Harris'dən qat-qat yaxşı bilirdi. Hətta Hillary Clinton'dan da yaxşı bilirdi ki, çünki o bilib show biznesdə işləyəndə bu cəmiyyətlə necə işləmək lazımdır ki, sabah vəzifəyə gələsin. Amma indi vəzifəyə gəldi
vəzifəyə can atmaq, o show biznesin qanun qaydaları istifadə eləmək başqa bir şeydir. Amma vəzifədə, kürsüdə olanda show biznesdən istifadə eləmək başqa yollar aramalısan. Çünki bu 100 gün ərzində məsəl üçün heç nə demək olmaz ki, o bir dənə uğur qazanıb. İstər daxili siyasətdə, istər xarici siyasətində. Show biznesdə necə olub? Bu günlər hamı, bütün dünya Trumpdan danışır. Amma artıq necə mən bir dəfə demişəm, bu günlərdə təkrar edə bilərəm, basıb bağlamaq vaxtı artıq yetişib. O hansısa hərəkət etməlidir. Həm daxili siyasətində, həm ələlxüsus xarici siyasətində. Yadınızdadır, Rus-Ukrayna savaşına özü can atmışdı. Özü demişdi ki, bunu 24 saat ərzində həll edəcəm. Sonra dedi ki, bir ay ərzində həll edəcəm. Bu günlər artıq deyir ki, 100 gün keçsə, mən bunu bir həftə ərzində həll olunmasa, bəlkə masadan çıxacam. Amma hərçən ki, özü buna can atıb. Ona nə Rusiya bunu dəvət eləmişdi, nə də Ukrayna. Çünki bu məsələdə Rusiyanın bir marağı var, Ukraynanın başqa bir marağı var, Donald Trump'ın isə başqa bir marağı var. Belə olan halda hansı danışıqlar əldə oluna bilər? Deməli, güc tətbiq etməlisən. Həmin o söz ki, hansı ki o işlədib, yəni ki, sülh güc vasitəsilə. İndi sülh yoxdur, bu gücü də göstərmir. Hamı da gözləyir, nə zaman bu gücü göstərəcək. Sözdə, Twitterlərdə bu günü göstərir. Amma bu günlər güc göstərirsə, sabahları geriyə 2 addan atır. İstər bu Rusumlarla bağlı olsun, yazımıza salıram, istər Çinlə bağlı olsun, başqa ölkələrlə olsun. Bir dənə deyir, sonra 30 günlük təxirə salır, 90 günə təxirə salır. Yəni ki, o nə deməkdir? Onun bir strategiyası yoxdur. Yəni ki, showman kimi strategiyası var. Showmanın strategiyası nədir? Bu günlər bütün gün dünya ondan danışmalıdır. Bir də gördüm bu mövzu azalır, başqa bir mövzu tapır, Grenlandiyadır, başqa bir mövzu tapacaq ki, yenə də gündəmdə qalsın. Bu show biznesin bir üsuludur. Amma siyasətin öz qanun qaydaları var. O başa düşür ki, hansısa real hərəkətlərə getməlidir. Və mən hesab edirəm ki, bu yaxın bir zamanda real hərəkətləri biz görəcəyik və mən belə başa düşürəm, ilk növbədə bu olacaq İranla bağlı məsələdə. Çünki ən asan bir xarici siyasətdən gedirsə söhbət, real addım atmaq elə bu ərazidir. Çünki heç nə İran müqavimət göstərə bilər, nə də başqası bura müdaxilə eləyə bilər. Sadəcə sual çıxır ortaya, hansı bir hərəkət edə bilər də? Geniş miqyaslı müharibə əlbəttə ki, orada olmayacaq. Çünki bu Trump'ın özünə də lazım deyil. Bu İsrailin özünə də lazım deyil, bu İranın özünə də lazım deyil. Heç kimə lazım deyil. Və ona görə kimsə məndən soruşur, 3-cü dünya müharibəsi olacaq. Mən ona görə hər zaman deyirəm, olmayacaq. Çünki bu 3-cü dünya müharibəsi olmaq üçün, bəli, biz əslənasındayıq. Amma ki, bu olacaq olmaq, bir kere Çinlə ABŞ birbaşa bu məsələ qarşısın. Bunlar ikisi də sövdələşməyə can atırlar da. Yəni ki, qabaqcadan hələ ki, show business kimi biraz çoxları, 2 dənə boksçu gəlir, bir-birinin qabağına çıxırlar ki, mən səni vuracağım, o birisi deyir, saxla məni, mən onu vuracağım. Belə sözlər də, amma ki, dava başlanmır, ikisi də dava aparmağa istəmir. Çünki hər ikisinin də gücü var. Və bir-biri ilə də, bayaqlar sizə dedim də, Avropa İttifaqı, Çin, bir də ABŞ bir-biri ilə iqtisadi nöqtə nəzərdən bağlıdırlar. Rus-Ukrayna savaşı bu günləri çox qəliz bir məsələdir. Çünki bayaqlar dedim, 3 dənə yanaşmadır. Yaxın şərqdə istər-istəməz 70 ildən sonra 70 il keçdi, bu problem həll olunmuyor. Orada ən əsas problem Quds məsələsidir. O da həll olunmayan məsələdir. Ona görə orada da bir uğur qazanmağa Trump əldə edə bilməz. İranla bağlı sadəcə ola bilər bir bombardıman olsun, həmin o nüvə silahı ilə bağlı zavod fabriklarına, raket istehsal edən zavodlara, bir də hərbi hava donanmasına bir zərbə yeridə bilərlər. Bu da imkan verəcək ki, Trump bütün dünyaya göstərsin ki, baxın, sözdə də, əməldə də mən həmin o Trumpam. Mən elə belə sözləri havaya atmıram. Yığışdıran hamı sözünüzü. Yəni ki, yeri düşəndə mən güclə tətbiq edə bilərəm. Bu bir tərəfdən İsrailin də xeyrinə, Benjamin Netanyahunun da xeyrinədir. Çünki bu günləri Benjamin Netanyahu bununla artıq hələ ki indiyə kimi hakimiyyətdədir. Bu İranın dini rəhbərinin də xeyrinədir. Çünki əvvəla bu
geniş miqyaslı bir müharibə deyil. Amma belə bir dənə lokal bombardman indiyə kimi nə qədər olub İsrail tərəfdən, Amerika tərəfdən və bu nəticə etibarilə gedib cəmiyyəti yenə də hakimiyyət ətrafında birləşməyə sövq edir. Deməli, həmin o İranın dini rəhbərliyi üçün də bu onların da xeyrinədir. Və ona görə siz fikir verdiniz ki, axırıncı dəfə bu İsraillə İranın arasında bu toqquşma olub. İsrail General Süleymanın məsələsi idi. Sonra İsmail Xaniyənin o məsələsi idi. Gələn o inaugurasiyada iştirak elədi. Qətlə yetiriblər onlar. Axırı nə oldu? İran bir həftə, 2 həftə danışdı, sonra da raketləri buraxdı. Heç bir nəticə də əldə etmədilər. Yəni ki, İsrail üçün də bu xeyir oldu. Aradan götürdülər kimi istəyiblər. İran üçün də bu xeyir oldu. Yenə də cəmiyyət bir vətənşüvərliyi ilə məşğul oldular, hakimiyyətin ətrafında birləşiblər. Ona görə mən hesab edirəm, olsa bir hərəkət bu 100 gündən sonra bu tərəfdə olacaq. Bildiyimiz kimi aprel 28-də İran prezidentinin Azərbaycana səfəri baş tutdu və bir çoxları iddia etdilər ki, onun səfərinin məqsədi məhz Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Siz bu səfər haqqında nələr düşünürsünüz? Yox, əlbəttə ki, bu İranla Azərbaycanın münasibətləri bizim coğrafiyamıza baxsaq, bizim tarixi münasibətlərimizə bir fikir versəniz, əlbəttə ki, başa düşürsünüz ki, bu belə bir xırda bir səbəb ola bilməz. Çünki bu Azərbaycanla İran münasibətlərində istər Zəngəzurla bağlı olsun, istər başqa bir xəttlərlə bağlı, logistik xəttlərlə bağlı olsun, münasibətlər deyil. Çünki Azərbaycanla İran münasibətləri hər zaman çox bir qəliz bir münasibətlər idi və ələxüsus SSR dağılandan sonra, Azərbaycan müstəqilliyi qazanandan sonra indiyə kimi həm bizim cəmiyyətimiz bunu çox yaxşı bilir, həm biz tarixdən də çox yaxşı bilirik ki, İranla Azərbaycan tərəf heç vaxt bir müsbət rəy yanaşma olmayıb və İran heç vaxt Azərbaycanın nə dostu olub, nə müttəfiqi olub. Və indiki İranda olan hakimiyyət son 79-dan ki, gəlib çıxıblar, 45 ildir onlar hakimiyyətdədir. Və SSR dağılandan sonra, biz müstəqillik qazanandan sonra görən gözü yox idi bizləri. Hətta birinci Qarabağ savaşı olanda müsəlman, dırnaqarası müsəlman, dırnaqarası mən elə-belə bunu demirəm. Çünki onlarda olan İslam mənlik, İslama heç bir aidiyyəti yoxdur. Amma bu başqa bir mövzudur. Amma yenə də buna baxmayaraq ki, müsəlman ölkəsi sayılan bir ölkə, birinci Qarabağ savaşında, ikinci Qarabağ savaşının özündə də xristiyan Ermənistanı dəstəkləyirdilər. Bizim tərəfimizdə isə Yahudi İsrail durub. Bu, deməli, din məsələsi deyil. Din məsələsi, nöqtə nəzərdən yanaşmadır deyil. Bu niyə görə belə idi? Çünki əlbəttə ki, onların Azərbaycanın müstəqilliyi görən gözü yoxdur. Və bu məsələdə istər Ermənistan olsun, ya başqa bir imkan olsun, onlar hər zaman istifadə edəcəkdilər Azərbaycanın əleyhinə. Sadəcə biz artıq bu günləri 91-ci ildə SSR dağılandan sonra Azərbaycan deyilik. Artıq regionda status quo dəyişib, ələxüsus 2-ci Qarabağ savaşdan sonra Azərbaycan bu günlər postsovet məkanını götürəndə yeganə subyekt kimi bir dövlətdir. Nə Belarus, nə Ukrayna, nə Moldova, nə Gürcüstan, nə Ermənistan, nə də bütün o Mərkəzi Asiyada olan keçmiş postsovet respublikalar. Heç biri bu günləri dünya siyasətin, xarici siyasətin subyektinə çevrilə bilməyib. Azərbaycan bunu 2-ci Qarabağ savaşdan sonra bacara bilib. Və əlbəttə ki, belə gedən geosiyasi proseslər gedəndə İran istər-istəməz başa düşür. Artıq hədə-qorxu mərhələsi qaldı geridə. Hərçən ki, bu keçən il, 2 il, 3 il bundan əvvəl biz az görməmişik. Azərbaycanın səfirliyinə qarşı terror aktı, sərhədlərdə 2-3 dəfə qoşun gətizdiriblər, hədə-qorxu bizə qarşı edilən hərəkətlər alınmır heç nə. Və bu günlər artıq görürsünüz ki, İran prezidenti, hansı ki Azərbaycanlıdır, gəlib çıxır, Şəhriyarın şeirləri Bakıda oxuyur. Hərçən ki, onun özünün də bu kürsüyə gəlmə məsələsi, o da bir oyundur. Hansı ki, İranda bu dini rəhbərliyi oynayır. Çünki başa düşürlər ki,
belə bir hərəkətlə Azərbaycanlıların könlünü almaq istəyirlər. Amma Azərbaycanlıları şəxsən mənim könlümü belə şeylərlə onlar ala bilməzlər. Çünki mən başa düşürəm ki, orada olan hakimiyyətin strategiyası nədir? Sadəcə biz bir subyekt olmuşuq siyasətin, biz bir güc mərkəzi olmuşuq və ona görə onlar bununla hesablaşmağa məhkumdurlar. Bu baxımdan İran həmin o regionda fəal bir iştirakçısıdır. İran bütün bu prosesləri nəzərə alır, başa düşür və ona görə mən hesab edirəm ki, İran prezidentinin səfəri bu prizma çərçivəsindən baxılır və Zəngəzur koridoru məsələsi onun bir tərkib hissəsidir. Onun bir tərkib hissəsidir. Yəni ki, bu daha geniş bir prosesdir, sadəcə bir tərkib hissəsidir və İran başa düşür ki, istəyir bu prosesin iştirakçısı olsun, bunun qabağını almamalıdır, ya bunun əleyhinə getməməlidir. Çünki gec-tez bu onsuz da alınacaq. Madəm ki, Çin də artıq bu məsələyə qarışır, bunun qabağını kim alacaq? Kim bunun qabağını alır? Sadəcə coğrafiyaya bir baxaq da. Avropa necə bunu alsın? Avropa bu regiona gəlmək üçün səma yolu Gürcüstan, torpaq yolu Türkiyə, Azərbaycan, İran vasitəsilə gəlib çıxacaqlar ora? Yox. Deməli, bunlar hamı bunu anlayır. Bunu Kaya Kallas da anlayır, İran da anlayır və o birilər də gec-tez bunu anlayacaqlar və ümid edirəm ki, biz bundan da səmərəli istifadə eləməliyik. Bu regiondan gedirsə söhbət və ümumiyyətlə tək ki bu region, Cənubi Qafqazı demirəm. Yaxın Şərqi, böyük Yaxın Şərqi deyilən anlayış və bayaqları mən sizə gəlməmişdən öncə mənim bir dənə beyin mərkəzləri nümayəndələri ilə belə bir dənə görüşüm var idi və orada artıq mənə belə sual ünvanladılar. Bizim regionumuzun adı necə gedər? Yəni ki, böyük bir Yaxın Şərq yoxsa? Mən dedim Avrasiya. Çünki niyə görə? Daha böyük məkandır. Ömrü boyu 20-ci əsrini götürəndə, 1-ci Dünya müharibəsi, 2-ci Dünya müharibəsi, hətta Rus-Ukrayna savaşı götürəndə belə bir dənə deyim var. Avrasiya məkanına nəzarət eləyən bütün dünyaya nəzarət eləyir. Və ona görə bütün bu savaşlar bu ərazidə baş vermişdir. Ona görə Azərbaycan da həmin o bizim Cənubi Qafqaz deyilən böyük bir Yaxın Şərq deyə hamısı bu regionda yerləşir. Məsələn İstanbul deyirik də, İstanbul nədir? Həmin o yarısı Avropadadır, yarısı Asiyadadır. Həmin o körpüdə Avropanın, Asiyanın bir sərhədi kimi sayılır da, cənub sərhədi kimi sayılır. O baxımdan bu tərəf Azərbaycana da, bu regionumuza da yanaşma belə olmalıdır. Madam ki, mən bunu daha geniş götürürəm, Avrasiya məkanı kimi götürürəm. Deməli, Avrasiyada geniş, cərəyan edən proseslər hamısı siz deyən kimi bütün yollar gətirib çıxartdırır bura. Çünki Çin də buradadır, Avropa İttifaqı da buradadır. İstər-istəməz Amerika hansı ki, Çinlə də bağlıdır, Avropa İttifaqı ilə də bağlıdır və daha başqa ölkələri demirəm hansı ki, bu mərkəzlərlə bağlıdır. İstər-istəməz bu logistik yollarla istifadə edəcəklər və ona görə əlbəttə ki, Azərbaycanın 94-cü ildə ki başlanmış o Bakı-Ceyhan məsələsi, sonra Bakı-Subsa, Bakı-Kars və o biri xeyli sayda projelər hansı ki, gündəmə gəlib çıxır və əlbəttə ki, buna investisiyalar lazım olacaq. Bunun arxasında siyasi iradə də durmalıdır. Əlbəttə ki, force-major hadisələr baş verəndə kimsə buna sahib də çıxmalıdır və ona görə biz bir Azərbaycan olaraq bu günləri bütün o müharibələrdən uzaq olmalıyıq. İstər Rus-Ukrayna savaşı olsun, istər Hindistan-Pakistan məsələsi olsun, istər İran-İsrail məsələsi olsun. Bəli, onlara da bizim müttəfiqlərimiz də iştirak edir. Orada bizim qardaşlarımız, dostlarımız da ola bilər. Amma biz bilməliyik ki, Azərbaycan olaraq ümummilli məsələmiz var. Ümummilli məsələ Azərbaycandır. Yəni ki, bizim hamımızın qovmaq-rəbəmiz var. Amma ilk növbədə ailəmiz var. Biz ailənin içərisində güclü olmalıyıq ki, sabahlar sən dostuva, qardaşıva əl tuta biləsən, dəstək olasan. Ona görə biz içəridə bunu anlamalıyıq və hesab edirəm ki, Azərbaycanın bu günlər bir dövlət olaraq belə xarici siyasəti, yəni ki, nə Rus-pərəst, nə İran-pərəst, nə Qərb-pərəst, nə Çin-pərəst siyasəti imkan verir ki, bu günləri siz deyən kimi bütün yollar gəlib Bakıya gətirib çıxartdır. Mayın 8-də İsrailin baş naziri Azərbaycana səfər eləyəcək. Biz bilirik ki, İsrail ilə Türkiyə arasında münasibətlər o qədər də yaxşı deyil. İndi bizə maraqlıdır. İsrailin baş nazirinin Azərbaycana səfərindən sonra Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin qaydaya salınmasında bir vasitəçi ola bilər? Ümumiyyətlə, İsrailin baş nazirinin Azərbaycana səfəri haqqında nə düşünürsünüz? Səfərdən gözləntilər nələrdir?
Əvvəla mən istərdim ki, bu səfər 8-9 olsun, 8-ə də qalsın, 9-un da Bakıda qalsın. Siyasi nöqteyi-nəzərdən bu lap yaxşı olar. Daha mən xırdalamıram bunu niyə görə? O ki qaldı, daha da çox olsun. Daha da çox olsun, çünki bildiyiniz kimi Moskvada tədbirlər olacaqdı mayın 9-da. Ona görə bu yaxşı bir rəsmi bir əsasdır ki, qonağımız var. Biz Yox, Moskvada 9 may bayramı var orada. Ona görə mən hesab edirəm ki, bizim bu qonağımız olanda Bakının özündə yaxşı bir əsasdır ki, biz o tədbirdə iştirak etməyək. O ki qaldı Azərbaycanla İsrailin münasibətləri və Azərbaycanla Türkiyənin qardaş münasibətlərimiz və bu barədə dövlət başçısı həmin o ADA Universitetində keçirilən forumda geniş bu sualları cavablandırdı. Bildiyiniz kimi Türkiyə bizim bir nömrəli hərbi, siyasi müttəfiqimizdir dünyada və bizim qardaş ölkəmizdir. Hansı ki, dar gündə gəldi, bizlə yan-yana oldu. İsraillə də Azərbaycanın hər zaman isti bir müttəfiq münasibətləri olub, cəmiyyətlərimizin arasında həmçinin. Və kim olur olsun orada siyasi rəhbərliyində, kim olur orada baş nazir fərq etməz. Yəni ki, cəmiyyətlərimizin arasında münasibətlərimiz hər zaman belə olub. Və o baxımdan əlbəttə ki, Azərbaycan üçün vacib bir amildir. İki dənə dost arasında, sənə dost olan arasında ölkələrin münasibətləri daha da yaxşı olsun. Və dövlət başçısı dedi ki, bildiyiniz kimi Azərbaycan bu məsələdə fəal iştirak edir. Bir neçə il bundan öncə yenə də belə bir hallar var idi və Azərbaycanın iştirakı ilə yola verə bilmiş, vasitəçi olub Azərbaycan və bunu yola verə bilmişik. Ümid edirəm ki, yenə də biz buna nail ola bilərik. Çünki bu Azərbaycanın marağındadır. Çünki Azərbaycanın dostları müharibə aparmayanda, rəqabət aparmayanda bir-biri ilə bu Azərbaycanın xeyrinədir. Aralarında münasibətlər pis olanda bu Azərbaycanın ziyanınadır. Və əlbəttə ki, Azərbaycanın bu məsələdə fəal iştirakı çox xoşdur və mən bildiyim kimi həm dövlət başçısı özü və onun yaxın ətrafı çox sıx təmasdadırlar. Həm Türkiyənin siyasi rəhbərliyi ilə, həm də İsrailin siyasi rəhbərliyi ilə. Siz artıq belə şeylər var ki, hansı ki biz görmüşük. Amma belə şeylər var ki, hansı ki pərdə arxası davam edir və mən 100% əminəm ki, bu günlərdə bu davam edir. Və məhz buna görə gördüyünüz kimi İsrailin baş naziri gəlib çıxır Bakıya. Bundan öncə də başqa mühüm İsrailin rütbəli şəxslər gəlib gedirdi. Bizimkilər də gedib orada görüşürdülər. Və əlbəttə ki, mən hesab edirəm ki, bu çox vacib bir məsələdir. Və o ki qaldı İran prezidentinin səfərindən sonra Azərbaycana İsrailin baş nazirinin səfəri və bayaqlar sizə qeyd eləmişəm ki, regionda gedən o proseslər, İsrail-İran münasibətləri, Azərbaycana burada olan mövqeyi. Əlbəttə ki, bu bizim müharibələrimiz deyil, amma ki, bu bizim yaxın coğrafiyada gedən proseslərdir və bu proseslərin içərisində həm bizə yaxın olan qardaş, dost ölkələr də var, həm də bizi sevməyən ölkələr də var. Və ona görə biz bu prosesdə iştirak etməliyik. Bu sanki bir qatardır. Qatarda bir ümumi vaqon var, plaskart var, kupe vaqonu var, SV var. Sadəcə qatarın qabağında olsan, təkərlərin altında qala bilərsən. Stansiyada dayansan, qatar sənsiz hərəkət edəcək. Sənsə içəridə olsan pis olmaz. Fərq etməz hansı ümumi vaqondasan, plaskartdasan, ya kupadasan. O baxır konjunkturaya. Ona görə hesab edirəm ki, biz bu proseslərin iştirakçısı olmalıyıq, iştirak etməliyik. Nəinki cəmiyyət qarşısında buna hesabat verməliyik. Belə şeylər var ki, hansı ki, pərdə arxası olmalıdır və ələxüsus Türkiyə-İsrail münasibətləri, istər-istəməz İranla bağlı məsələlərdə, Pakistanla Hindistan məsələsində də həmçinin, çünki həmin o dar gündə Pakistan hər zaman bizim yanımızda oldu. Hindistansa kimin yanında olub hər zaman biz bunu bilirik. Ona görə bu proseslərdə də biz cəmiyyət olaraq biz bilirik ki, bizim ürəyimiz kimin tərəfindədir, biz nə istəyirik və biz lazım olan dəstəyi
onsuz da edirik. Amma istər Rusiya-Ukrayna savaşı da olsa, orada hamı da başa düşür ki, biz kimi dəstəkləyirik. Azərbaycan prezidenti açıq-aşkar dedi ki, biz Ukraynanı dəstəkləyirik, çünki beynəlxalq qanun Ukraynanın tərəfindədir. Axı biz özümüz keçmişik bu yolu. Ona görə Ukraynada kim olur olsun prezident, biz Ukraynanın tərəfində olmalıyıq. Dnestriyani məsələndə biz Moldovanın yanında olmalıyıq. Gürcüstan məsələsində biz Gürcüstanın yanında olmalıyıq. Çünki bu həqiqətən belədir də. Təcavüzkara biz təcavüzkar deməliyik. İrəvanda, ardınca da Fransada Azərbaycan və Türkiyənin bayraqları yandırıldı. Ermənistanın baş naziri Nikol Paşinyan da ermənilərin bu addımını pislədi. Bizə maraqlıdır, Ermənistan baş naziri sülhə hazırdırsa, Ermənistan cəmiyyətdə sülhə nə vaxt hazır olacaq? Deyilənə görə 61% hələ ki hazır deyil. Son sorğulara görə 61% bunun əleyhinə çıxır. Sadəcə o Paşinyan hakimiyyətdədir. Nə üçün? Çünki bundan öncə olanlar o qədər biabır olublar ki, onlara heç dəstəkləyən gücü yoxdur. Üçüncü qüvvə də formalaşmayıb. Paşinyan bundan istifadə eləyib, əlbəttə ki, hakimiyyətdə qala bilir. Sadəcə biz sadəlif olmamalıyıq. Onlar buna hazır deyirlər. Mən hesab edirəm ki, nə bu günləri hazır deyirlər, nə də sabahları hazır olacaqlar. Ola bilər bir-iki nəsil dəyişsə, bəlkə hazır oldu. Amma bu bir-iki nəsil dəyişmək üçün axı bu müddət tələb olunur. Ona görə biz hazır olmalıyıq hər zaman gücü göstərməyə və Ermənistan cəmiyyəti bunu görməlidir. Çünki dünyada hər zaman güclə hesablaşırlar. Güc olmayan yer, iqtisadiyyatda güc o puldur. Amma belə məsələlərdə güc, əlbəttə ki, hərbi güc nümayiş etdirməlisən. Və həm biz özümüz güclü olmalıyıq, müttəfiqlərimiz hansı ki, yanımızda olmalıdır, yaxın coğrafiyada. Həm də biz əlindən gələni etməliyik ki, bizim rəqibimiz güclü olmasın bu məsələdə. İmkan yaratmamalıyıq. Kim olur olsun, Fransa olsun, Hindistan olsun və yaxud başqası. Madam ki, biz bu regionun söz sahibiyiksə. Və bunu görən halda istər-istəməz ağla gələcəklər. Bunu etməsələr, deməli, get-gedə, itirə-itirə, onlar anlasalar ki, gec-tez dövləti də itirə bilərlər, ağla gələ bilərlər. Mən hesab edirəm ki, güc göstərməsək, onlar heç vaxt öz xoşu ilə bu sülhə razı olmazlar. Gördüyünüz kimi, son zamanlar, son belə 5 ili 2000 Qarabağ savaşdan bu yana getdiyimiz yol hər zaman biz güc tətbiq etməsək, onlar hərəkətə keçmirdilər. Hesab edirəm ki, hətta Paşinyan özü də istəyir ki, bu yolla geçsin. Çünki bu yolla o hakimiyyətdə qala bilir. Çünki Paşinyanın Paşinyan gəlir parlamentdə deyir ki, siz nə deyirsiniz, mən də onu deyirəm. Deyirsiniz müharibə, gedək müharibə. O bilir ki, uduzacaq. Amma mən siz dediyini elədim. Yəni ki, biri var ki, mən özüm bunu eləsəydim, siz mənə deyirdiniz ki, vətən xainisən. Amma gedir onların yanına, onlar deyir bunu. Və o, onlar dediyini hərəkətə keçirdi və görürlər ki, Azərbaycan güc tətbiq eləyir və axırda bunlar razılaşırlar. Artıq 17 bənddən saziş hazırdır. Qaldı 2 dənə o Minsk qrupu ilə bağlı, bir də Ermənistanın konstitusiyonu. Onu da artıq Paşinyan rəsmən dilə gətirə bilib. Deməli, qaldı onun formalaşdırmaq. Yəni ki, biz necə bunu eləyəcəyik? Mən 100% əminəm, biz bunu da eləyəcəyik, çünki güc bizdədir. Və biz hər zaman bu gücdən istifadə eləməliyik. Heç vaxt deməməliyik ki, artıq bu işi bitirmişik, bu gücü qoymuşuq qırağa. Heç vaxt bu olmamalıdır. Ələxüsus Ermənistanla bu. Nəinki Ermənistanla, hətta bizim qonşularımızla. İranla biz İran qoşun gətirəndə sərhəddə Azərbaycan qoşun gətirməsəydi, Azərbaycan İsrailin o şeyləri gətirib göstərməsəydi, o Azərbaycan prezidenti şəkil çəkdirməsəydi sərhəddə həmin o məşhur şəkillə, o mesajlardır da biz göstərdik. Deməli, siz güc tətbiq edirsiniz bizə qarşı, bilin ki, bizim də gücümüz var. Bu İrana qarşı işləyirsə Ermənistan nədir? Amma Ermənistanla bu günləri bizim sərhədlərimiz var. Sərhədimiz yoxdur. Nə delimitasiya olub, nə də demarkasiya olub. Bizim aramızda sülh sazişi yoxdur. Onlar tələsirlər. Biz tələsmirik. Biz istədiyimiz nail olmasaq, biz heç vaxt bu sülh sazişə getməməliyik. Mən hesab edirəm ki, bu 17 bənddən olan şey bir yol xəritəsi kimi istifadə oluna bilər.
Amma bu Minsk qrupu çərçivəsində məsələ həll olunmasa, konstitusiya dəyişdirilməsə, əlbəttə ki, heç bir sülh sazişi olmamalıdır. Amma yenə də o sülh sazişi olsa da belə heç vaxt o cəmiyyətə inanmamalıyıq. Çünki o cəmiyyət artıq xəstə bir cəmiyyətdir ki, hansı ki dəyişməlidir. 1-2 nəsil dəyişməlidir orada. Çünki orada 61% bu günləri bizim əleyhimizə açıq-aşkar bunu göstərirlərsə, bayraqlarımızı yandırırlarsa, Azərbaycanın da Türkiyənin bunu eləyirlərsə və bunlara dəstək olan Avropada qüvvələr varsa, bunlar heç yana çıxıb getmədilər. Avropada da və ələxüsus Fransada və Amerikada, ələxüsus Kaliforniyada bu qüvvələr hər zaman olub və olacaq da. Və biz onların əleyhinə bu günləri o qədər də fəaliyyət göstərə bilmirik. İstər Fransa olsun, istər Amerika olsun. Və biz bunu nəzərə almalıyıq. Onlar da istər-istəməz təsir edəcəklər Ermənistanın özünə. Və biz bunu hər zaman nəzərə almalıyıq. O bilirsiniz necə problemdir. Hətta bu Türkiyə üçün o Kürd problemi var. O səviyyədə olmalıdır. Hətta onlar ölkənin içərisində də yaşasalar və yaxud sərhəd boyu olsa. Türkiyənin bu ümumilli məsələsidir. Azərbaycanın da bu günləri Ermənistanın bu vəziyyətdə mövcudluğu və Ermənistanın Azərbaycanın əleyhinə 65% belə olması əlbəttə ki, bizim üçün bir siqnaldır və biz həmişə buna hazır olmalıyıq. Bəli, vaxt gələcəyi bir də gördük, sorğu keçirdilər. Azərbaycan 100% onlar olacaqlar necə Almaniya ilə Fransiya. Almaniya ilə Fransiya tarix boyu necə olub? Aralarında 100 milyon bir-birini qırıblar. İki dünya müharibəsi olub və s. və daha mən başqa tarix boyu demirəm. Olub. İndi bu günləri onlar Avropanın ən iki aparıcı ölkədir. 3 dənə ölkə var da Avropa İttifaqının. Birinci Almaniyadır, ikinci Fransadır, üçüncü İtaliyadır. Və bunların arasında görürsünüz bu günləri müttəfiq sayılırlar bunlar. Amma yenə də rəqabət var. Hətta Avropanın içərisində də bu rəqabət var. Bir də gördün kimsə istəsə bundan istifadə eləmək, bir də gördünüz geosiyasi durum nəsə dəyişdi, Avropa İttifaqı sabah dağıldı, NATO sabahları dağıldı, məsəl üçün də. Bir də gördünüz ortalığa çıxacaqlar bəzi bayraqlar, şuarlar və bunlar müxtəlif ola bilər. Necə Birinci Dünya müharibəsindən sonra Hitler gəldi, çıxdı, necə İkinci Dünya müharibəsindən oldu. Yəni ki, hər zaman tapılar, hər zaman tapılar və bizim regionda da bu tapılar. İstər İslamofobiya da gəlib çıxa bilər, bir də yadlarına düşəcək ki, biz müsəlmanıq və s. və Allah. O baxımdan mən hesab edirəm ki, yaxın bir zamanda bizim Ermənistanla münasibətlərimiz o Almaniyanın Fransa səviyyəsində gəlib çıxmaq üçün gərək bir neçə nəsil dəyişsin. Ona görə biz həmişə ayıq olmalıyıq və belə məsələlərdə hazır olmalıyıq. Alver ola bilər, iqtisadiyyat ola bilər. Necə Türkiyə ilə Ermənistan, görürsünüz, sərhədləri açılmır. Türkiyənin özündə deyilənə görə bir 100 min erməni əhalisi yaşayır. Bizneslə də məşğuldurlar və s. və Allah. Amma ki, o demək deyil ki, onlar ürəklərində o qədər də çox sevirlər onları. Biz artıq görmüşük belə məsələləri və ona görə ikinci dəfə belə səhvlərə yol verməməliyik. Bir dəfəlik bu məsələni belə həll etməliyik ki, 100 ildə keçsə, 200 ildə keçsə, gündəmə bu gicbəsər miyaçın söhbətləri gündəmə gəlməməlidir. Amma yenə də bu bizim səhvlərimiz ucbatından gəldi. Bəli, 91-dən sonra biz yeni gənc bir dövlət olmuşuq o vaxtda. Bizim imkanlarımız yox idi və biz cəmiyyət olaraq, siyasətçilər olaraq onun biri də mən çox sadəlöv olmuşuq da bunları düzgün qiymətləndirə bilməmişik. Hərçənd ki, bu Çar hökumətinin içərisindən gələn bir siyasət idi. Sovet İttifaqının siyasəti idi və ona görə belə də oldu, belə də parçaladılar. İndi nə Zəngəzur bizdə, nə Göyçə bizdə və s. və ilax. İndi biz bilirik ki, bu belə olub. Biz istəyirik ki, biz istədiyimiz kimi bərpa olunsun. Sadəcə güclü olmalıyıq hər zaman. 94-də biz güclü deyildik. 2020-ci ilə qədər 26 il keçdi, düzdür? Güclü olduq, bir də gördüm məqam. Məqam gəldi, biz elədik. Nə bilirsiniz sabahları hansı məqam olacaq? O məqam gəlib çıxanda daha da hazır olmalıyıq belə məsələlərdə. Amma erməni cəmiyyətinə etibar eləmək sadəlövhlü olardı. Gəlin biz həmişə öz cəmiyyətimizə arxalanaq, bizim qardaşlarımıza, regionda bizlə şərik olan dövlətlərə arxalanaq və məqam çatanda daha da
səmərəli həmin o konjunkturdan istifadə eləyir hər zaman. Ona görə mən hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi əlbəttə ki, ola bilər və olacaq da. Zəngəzur koridoru açılacaq. Ermənilər bu 61% istəsələr də, istəməsələr, çünki güc bizim tərəfimizdədir. Geosiyasi durum bizim tərəfimizdədir və gördüyünüz kimi müttəfiqlər hansı ki, bu günləri Azərbaycan çəkisi qalxıb və Azərbaycanla birbaşa təmasa girirlər, gec-tez bunu açacaqlar. Bunun qabağını alan qüvvə mən görmürəm. Amma o demək deyil ki, biz Ermənistana qucaq açmalıyıq və onlarla birbaşa təmas qurmalıyıq. Biz bilməliyik ki, onlar necə ki, İran bizi sevməyib, onlar da bizi sevmirlər və sevməyəcəklər. Bu yaxın bir zamanlarda, o ki, qaldı 2-3 nəsildən sonra nə olacaq, onu bir Allah bilir. Azal təyyarəsinin vurulmasından sonra Azərbaycan-Rusiya arasında münasibətlər bir dönəm gərginləşdi. İndi isə biz artıq bu münasibətlərin normallaşmaya doğru getdiyini görürük. Bəs siz hazırki Azərbaycan-Rusiya münasibətləri necə qiymətləndirirsiniz və gələcək perspektivdə Azərbaycan-Rusiya münasibətlərindən gözləntiləriniz nələrdir? Əvvəla, bu yenə də siyasi konjunktur nöqtə nəzərdən belə görüntü yaranır. Mən hesab edirəm ki, Rusiyanın Azərbaycana olan münasibəti heç dəyişməyib. İstər Çar dövründən, istər Sovet İttifaqı dövründə, istər indiki durumda. Çünki Rusiya gördüyünüz kimi imperiyadır. İmperiya kimi də aparır. Sadəcə siyasi konjunktur dəyişib, Cənubi Qafqazda status quo dəyişib və Türkiyə artıq gəldi çıxdı bu regiona. Azərbaycan artıq bu regionun aparıcı qüvvəyə çevrilib. Və istər-istəməz necə İran, belə də Rusiya bundan hesablaşır. Bu, ona görə yox ki, bizim gözlərimizə aşıq olublar da bunlar. Yox. Ələxsus Qərblə onların münasibətləri gərginləşib. Qərblə təmaslar artıq bağlanıb və istər-istəməz bizim regionumuzun çəkisi istər şimaldan cənuba, istər Orta Asiyadan Türkiyə vasitəsilə yenə də həmin Avropaya, o deməkdir ki, Azərbaycanla münasibətləri, yəni ki, təzədən baxış keçirdirlər və başqa cür yanaşırlar. Və ona görə 2-ci Qarabağ savaşında Rusiyanın münasibəti artıq 1-ci savaşdakı kimi deyildi. Hərçənd ki, yenə də Ermənistanı dəstəkləyiblər 44 gün ərzində. Sadəcə bu şahmat bir oyunu idi. Bunlar elə biliblər ki, qayıdırlar regiona. Yəni ki, həmin o 9-10 noyabr sazişi 2020-ci ildə Putin hesablı sazişə imza atanda bir fikirləşirdi, Paşinyan başqa bir şey fikirləşirdi, Azərbaycan prezidenti başqa cür. İndi axırda nə oldu? Rus qoşunu qaldı mı orada? Qalmadı. Paşinyan üçün bir dənə erməni qaldı mı orada? Heç bir dənə erməni də qalmadı. Bunu sazişi imzalayanda Paşinyan belə fikirləşirdi? Yox. Putin bunu imzalayanda belə fikirləşirdi? Yox. Azərbaycan imzalayıbsa, Azərbaycan buna nail olubsa, deməli, belə çıxır ki, Azərbaycan bunu fikirləşib, deməli, uğur biz qazanmışıq. Rusiya bunu qazanmayıb uğur. Ermənistanı mən demirəm. Amma bu Rusiya gözümüzə aşıq olmayıb ki, ona görə bizə imkan yaradıb ki, biz qazanmışıq. Deməli, konjunktur baxımından bu onu sərf elədi. İndi bu günləri sərf eləyir, sabahlar sərf eləməyə də bilər. Düzdür? Deməli, biz buna hazır olmalıyıq. Və bu Azalın bu təyyarəsi ilə olan hadisə, qəza, əlbəttə ki, bu bir nümunə idi. Yenə də həmin Rusiyanın sifətini biz gördük. Yəni ki, burada yenə həmin o imperiya, həmin o böyük qardaş və s. və Allah. Nə oldu? Heç üzr istəmək də istəmədilər. Amma artıq gördüyünüz kimi Azərbaycan prezidenti artıq açıq-aşkar götürdü, öz iradını bildirdi. Niyə görə? Özdə media strukturlarının qarşısında. Çünki arxasında 10 milyonluq xalqdır. Hansı ki, 2-ci Qarabağ savaşdan uğurla çıxdı. Və sən istəmədiyi bunu elədik. Yəni ki, sən Rus olaraq sən bunu istəmirdin belə olsun. Biz bunu eləmişik. İndi biz bunu eləyə bilmişiksə, elə bilirsən ki, biz bu məsələdə səni məcbur etmərik ki, sən də biz istədiyimizi eləyəsən. Və gördüyünüz kimi açıq bizlə konfrontasiyaya onlar getmədilər. Hərçənd ki, biz istədiyimizi də, biz istədiyi səviyyədə də eləmədilər.
Amma indi gördünüz, münasibətlər soyuqlaşıb. Siz deyirsiniz ki, düzəlmə. Mən hesab edirəm ki, o səviyyədə deyil. O səviyyədə olacaq ki, ha vaxt ki, rəsmən onlar bunu etiraf edəcəklər. Və mən 100% əminəm ki, onlar bunu eləyəcəklər. Çünki onların başqa yolu yoxdur. Artıq biz gündən-günə güclənirik. Onlar gündən-günə zəifləyirlər. Çünki onlar Rus-Ukrayna savaşı strateji səhv idi Kreml üçün. Və o səhvi indi taktiki yollarla düzəltmək mümkün deyil. Trumpın vasitəsilə çıxa bilərlər oradan. Amma ki, oyun oynayırlar hələ ki. Ayaqda qalmaq üçün. Və həm Çin, həm Amerika istəyir ki, Rus zəif olsun. İkisi də ondan istifadə eləmək istəyirlər. Hərəsi bir-birinə qarşı. Bu, belə olan halda Rusiyanın nə marağı var? Azərbaycan kimi və onun müttəfiqi Türkiyə kimi ölkədən kəllə-kəlləyə gələsən. Bu məsələdə. Ona görə biz bu məsələdə istədiyimizə nail olacağıq. Ramiz müəllim, sizin dəstək xəttinizə bəlad olanlar bilirlər ki, siz aforizmləri çox sevirsiniz. İstərdik ki, müsahibəni də sizin dediyiniz bir aforizmlə yekunlaşdıraq. Ləyaqətli qəhrəmanlıq tələb etmir. Ləyaqətli əclaflıqda iştirak etməmək deməkdir. Gəlin biz hamımız bunu dərk edək və istər vətənimiz üçün, dostlarımız üçün həmişə o mövqedən hərəkət edək və hesab edirəm ki, elə Allaha xoş olan elə bu olacaq.